Vaşinqton Kubanın sabiq lideri Raul Castronu 30 il əvvəl Amerika vətəndaşlarının ölümü ilə nəticələnən mülki təyyarə qəzasında rəsmən ittiham edərək hərbi müdaxilə üçün hüquqi bəhanə yaradır. Eyni zamanda ABŞ-nin hərbi gəmiləri artıq Karib dənizinə, Kuba sahillərinə daxil olub. Lakin Vaşinqton yalnız hərbi gücə güvənmir. Ağ Ev Venezuelada olduğu kimi Kuba hökuməti daxilində də gizli sövdələşməyə gedəcəyi, idarə edə biləcəyi bir müttəfiq axtarır. Karakasdan sonra növbəti dayanacaq həqiqətənmi havanın adı? 生命财产安全放在第一位，要求全力救治伤员，科学组织搜救，妥善做好善后处置工作。查明院事故调查组要查清查透事故原因，依法依规严厉惩处。All right, let's go. I didn't even want to talk to you guys. Kuba hər zaman ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid təşkil edib. Orada Rusiya və Çin kəşfiyyat xidmətləri fəaliyyət göstərir. Bu fikirləri ABC-nin dövlət katibi Marco Rubio bildirib. Ağ Ev rəhbəri Donald Trump Kuba ilə qarşı durmanın baş verməyəcəyini desə də, Birləşmiş Ştatlar hərbi dəniz qüvvələrinin aviadaşıyıcı qrupu Karib dənizinə daxil olub. ABŞ-nin bir sıra media qurumları da Vaşinqtonun Kubaya hərbi əməliyyat planlaşdırdığını yazıb. Lakin ekspertlər belə bir əməliyyatın Birləşmiş Ştatlar üçün asan olmayacağını deyirlər. Domuzlar Körfezi harekatından sonra defalarca Küba operasyonu planlanmış olsa da Amerika bu zamana kadar yeni bir girişim, yeni bir askeri operasyon düzenlemiş değildir. Çünkü Küba askeri ve siyasi bağlantılarıyla Rusya ve Çin tarafından desteklenen bir ülkedir. Bununla beraber Küba'nın yapısı, konumu da Amerika'nın bu operasyonu mümkün kılmamaktadır. Vaşinqton hətta əməliyyat üçün Maduro ssenarisini nəzərdən keçirir. Belə ki, ABŞ Ədliyyə Nazirliyi Kubanın sabiq lideri Raul Castroya ittihamlar irəli sürüb. O, 1996-cı ildə Amerika vətəndaşlarının ölümü ilə nəticələnən 2 mülki təyyarənin vurulmasında və sui-qəsd təşkil etməkdə günahlandırılır. Vaşinqton bu yolla ada dövlətində əməliyyat keçirmək üçün əsas yaratmağa çalışır. Aydın məsələdir ki, həmişə münaqişə başlamamışdan əvvəl müəyyən bəhanələr gündəmə gəlir və bu bəhanələri üzə çıxardaraq ondan sonra hərbi əməliyyatlar başlanır. Mən Kubaya qarşı Amerikanın hərbi əməliyyatlarını istisna etmirəm. Düşünmürəm ki, burada onlar üçün, Amerika üçün bu böyük bir çətinlik yaratsın. Çünki Kuba İran deyil. Hələlik rəsmi Havana ABŞ-nin hərbi müdaxiləsinin qanlı qırğınla nəticələnəcəyini bildirir. The Wall Street Journal nəşri isə Trumpın Kuba hökumətinə yaxın insanlar axtardığını iddia edib. Ağ Ev rəhbəri ada dövlətində Maduro'nun varisi Delcy Rodriguez kimi biri ilə sövdələşmə əldə etmək istəyir. İddiaya görə hətta bu axtarışlara şərti olaraq Kubanın Delcy'si adı verilib.